Salam əziz dostlar. Bu mənim köynəşim idi. 3 il, 4 il olar buranı remont eləmişəm. Yataq otağıdır. Patologlar aboydu. Bax, necə var? Opason qalıb. Buraların hamısına kant vurmuşam. Şimdi bu otaq biraz zaldı. Bax, indi bugün bu zalı çəkib paylaşacağım. İndi qutardım laminatı. Burada yenə o şüşə dilmundan qabaq həmin bu otağı mən işləmişdim. Dostlar, rəhbərlik işığı, yəni xaziyə nə deyibsə, hansı bir qrup seçibsə onu işləmişəm. Yəni bu onun istəyindən asılıdır, ona görə belə işıqlardır. Bütün o bordların qıraqları, hamısı kantlardır. Gizli işığın içərisi də kantdır. Bu əl işidir, bunu çəkib paylaşmışdım. Belə. Yoldaş Səfər Əliyevin əl işləri. Bu da bizim zalımız. Bax, xaciyenimiz belə istədi ramka ilə. Bax, bu əl işidir, bu tamam başa şeydir. Bilmirəm nə dərəcədə görsənir. Süper bir üstünkadır. Dostlar, Allah bütün ustalarımızın canlarını sağ eləsin, işlərin avand eləsin. Biz də onun içərisində Yoldaş Səfər Əliyev buranın əvvəlini paylaşmışam. Çox bərbad vəziyyətdə idi. İstəsəniz əvvəlinə baxarsınız, zalın uzunluğu 11.60'ın 4.27. Allah'ımla pirinçləri indi vurdum, qutardım. Yəni pol, hər tərəf pol da əyridir. Dikdi, köhnə dikdirmər. Çox əziyyət çəkdim burada. Bəzi dostlar o podokmannikləri pəncərənin üstündən qoyur. Yəni, ancaq mən hamısını çapıb salmışam altına 1 sant, 2 sant. Bir də dostlar, nə deyirəm, bax, görürsünüz bu karnizin o alt hissəsinə mən həmişə kant vururam, ağ plasmas köşədir. Çox super görsənir, silikonla yapışdırırsan. Bax, ideal vəziyyətlə. Görürsünüz. Bax, əl işləri prosto yaxşı çək görsənmir. Belə. Yəni, xaziyenimiz budur istədi. Tarsopkadır. Pəncərələr hamısı kantlarla. Belə. Yoldaş Səfər Əliyevin əl işləri. Yoldaş Səfər Əliyevin əl işləri. Süper. Bu qədər.